Azərbaycanla Qırğızıstan arasında elektron icazə blankı e-permit ilə yük daşımaları həyata keçirilib. Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizin ərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanın daşıyıcı şirkətinə məxsus yük avtomobili artıq Azərbaycana çatıb. Ölkəmizə məxsus nəqliyyat vasitələrinə də beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün elektron icazə blankları verilib. Yaxın günlərdə Azərbaycan-Qırğızıstan marşrutu üzrə elektron icazə blanklarından istifadə edilməklə iki tərəfli beynəlxalq yük daşımalarının həyata keçirilməsi gözlənilir. Ötən gecə Gürcüstan-Azərbaycan sərhədini keçdim. Əvvəllər kağız daşıyıcılardan istifadə olunurdu. İndi isə icazələr elektron formada tətbiq edilir. Bu isə olduqca sadə və rahatdır. Növbə gözləmədən hərəkət edirsə, hər şey əladır. İcazə blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edir. Yük daşımaların təşkilinin səmərəliliyini artırır və icazələrin alınmasında daşıyıcılara resurslarına qənaət etmək imkanı yaradır. Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yük daşıma fəaliyyəti həyata keçirən digər ölkələrlə icazə blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur.